Salam, hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilərim. Ayın 15-də Ordubad rayonunun Nəsirvaz kəndindən növbəti videoyla sizlərlə birlikdəyik. Bugün hava tutqundur, səhər-səhər yaxşı idi. Dedik günəşli hava olacaq. Dağ kəndidir, bundan artıq havada gözləmək olmaz yaz fəslində. Hər gün yağış yağsa, qar yağsa yeri var. Yenə dağlar gümüş kəmərin taxtı belinə. Dünən gecədə dağlar az da olsa qar yağıb. Havanın hərarəti də çox aşağıdır. Səhər-səhər müsbət 2 dərəcə. Qış geri qayıtdı desək yeri var. Nəsirvaz kəndi üçün demirəm, TV-də elə idi hava. Nəsirvazda az qalır, otların üstünə qırov gəlsin. Otlar şəhlidə Etibar müəllimindən gəlmişik bağımıza. Ağaçlara baxaq görək vəziyyətləri necədir. Adam özü ki bir cır ağaca peyvəs vurdu, fikir qalır onun yanında. Bizim də peyvəs vurduğumuz ağaçlar var, tutublar. Həftədə bir dəfə baş çəkirik. Etibar müəllim deyir ki, bu mənim, o sənin. Deyirəm ki, salaq eləmək asaddır, gərək özündə becərəsən, deyir, problem yoxdur. Hələ ki ağaçlar su tələb eləmir. Yenəsə də belə suyu var. Salam Etibar müəllim, biz səhər-səhər görüşmüşük, videomuza da xoş gəldin. Aleykümselam, xoş gördük Abdülhamid. Xoş gördük. Bütün izləyicilərin salamlayıram. Hamısına möhkəmdən sağlığı, yaxşı günlər arzulayıram. Nə vəlavırdı eləyirsən? Baxsan görəsən, tiklər meyvə gətirib. Bağlara bir nəzər yetişirik, ağaçlara nəzər yetişirik. Ərif sizlərimiz bari vermə ərəfəsindədir. Var və hamısında yoxdur, bəzilərində var. TV-də bizdə qum kimi gətirib əriklər. Məsələn, bizdə doludur. Ha, burada bu il nəsə yaxşı saxlamadı. Yox, balacalığına görə deyil. Deyəsən, çiçək ərəfəsində burada soyuq oldu. O qədər yağış yağıb ki, torpaq pilə kimidir. O şehli ayaqlarımız istandı. Ancaq ayaqqabını çıxadasan, ayaq yalın, şehli ot üstündə gedirsən, göbələk xəstəliyin müalicə eləyir. Sabir Azərinin Gecə Məşər Yanır adlı bir nazik kitabı vardı. Oradan oxumuşdum. Tövsiyə eləyirəm Bəhlul Danəndiyə, tap onu da oxu. Çox elə iri həcmli deyil, ancaq cavan yaşında oxumaq olar. Dağız mübarək eləməyəm, hələ hiss etməmişik, nə məmnə diyarına tərəf deyil. Saşir, uşaqlar gördüm, nə sarıda tanış kəndin qabağına bir balon girib. Hələ böyünlə belə də çıxsa. Etibar müəllim sifarişlərdir ki, alır. Videomuzda görür izləyicilərimiz, qohum, əqraba, digər insanlar. Saşir istəyən var, ancaq bu il yağınlıq gec başladı. Çıxsa saşir bundan sonra çıxacaq. Çimən göbələkləri yığan çox olub. Dağ göbələyin də sezonu bundan sonra alırğan da ələyizdir, əvəlikdir. Etibar müəllim söz verib ki, bu il məni aparacaq ələyizin bol olan yerinə. Sən aparacam ələyizdə ki, ha yığ ki, qutaracaq. Bir ay yığsan qutarmaz ələyiz. Ələyiz boldur dağda. Elə bu qaranquş zirvəsinə çıxmışam Çimandan, qaranquş aylağında, Kəmi-Qaya tərəfdə, bu yan o Göy-Göl tərəfdə. Mən hər il gedərəm 5 dəfə, 6 dəfə. Əvəlik də yığaram, ələyiz də, baldırqan da. Bütün nəşyanı bu çörəkləri var, yığaram da. Hara aparırsan apar, Etibar müəllim. Rahat yeri olsun, çox dağa daş aparma məni. Maşın geçsin. Maşın ayağıda, maşından düşdün, oradan başlayıb yığarsan. Uzaq deyil ki bu. Çaşır işi çətindir, bu dağ çaşır deyil, çöl çaşırı, adam çaşırı. Biri var arqalı çaşır deyilik, biri var
Çox. Onun işi çətindir. Hansı çətindir, onda ona görə qiyməti var da. Onun qiyməti, mən bilmənəm, qiymət komissiyasını bilməndə baxar Allah. Keçən 30 manada ayrı satışı, 30-35-ə. Keçən hələ... Damara görə qan alırdın da. Oktavoyda keçən mənim vardı, mən yox, uşaq yığmışdı, ilgin bağlayın. Oktavoyda 25 manada deyildim. Saxlayıb bizə verərdin də, bizə 35-dən verirsən. Mən daimi işlərdim də. Bağımız yaxşı ərsə gəlib bağımız. Meyvələrdə hamısında yoxdur. Var. Əriklərimizin yarısında demək olar ki, var, çaqqalasıra. Var üstündədir, bu il olmasın, gələn olsun. İnşallah 5-6 ildə bu bağ salınıb, hələ deyil. Yox, 8 ildə elə mən bu bağı burada görmüşəm. Biraz inkişaf elətdirmişik. Bu bağın salınma tarixi ilə məktəblə yeyilikdə 2013-də salınıb bu bağlar. Bu bağımız. Məktəbin həyətyanı bağı. Sonraki illərdə yəni bunu inkişaf elətdirmişik. Hikmət müəllimin dövründə neçə vaxt Hikmət müəllim baxırdı, bir 5-6 ildir Hikmət müəllim. Bu ərikliklərin salınması mənlə məsləhət elədi. Dedim ki, ərik daha yaxşı olur. Bura güney basar yerdir. Elə qəşəngdə, elə həqiqətən də qəşəngdə ərsə gəlir, qəşəngdə alınır. Gün çıxandan batana, yəni güneydə. Burada bütün bitkilər günəşi sevir, enerji istəyir. İnşallah bu il zəyəti gələsi lap yaxşı olar. O üçün lap yaxşı olar. Bizim qırdığımız peyvastlar vardı, hə, söhbət el. Allah qoysa sən aparacam ələyəcirmağa. Tezdən başla axşama qədər. Buna bel lazımdır, güc lazımdır. Tezdən axşama qədər başla. Sən mənə ələyizi göstər, mən onu sürünə yığar. Gözüm üstə. Yığırsan ələyizi. Bir dəfə 11 yaşında getmişəm. Gün ortaya qədər bir kisə yığdım, piyada getmişdik. Dağ havası vurdu, başımı atdım yerə, yatdım. Bir də axşam köşk qaydanda qaldı. Yuxu kimi yatana gəlir. Gəldi də, gecə saat 4-dən durduq, durğuzdular bizi. Bizdə heç olmasa, biz 5-6-lara çıxaram, Qaranquş yaylağına, Cəmə qaya, dik gözlüyə, baldırqan yığmağa, əvvəlik ələyiz yığmağa, sonra o göstərdə oranı. Sonra bir 5-6-lara gedərəm Göl tərəfə. Ancaq keçən sənə xeyr eləmədi baldırğan. 500 manatlıq telefonu saldınsa itirdi. Telefon cəhənnəmə gözəl bir nömrəm vardı, o itdi batdı. Sən telefon olsun, sən sağ olsun. Sən getmişsən o Göl tərəfə atamağa? Mən o tərəfdən getmişəm, gəzintiyə getmişik, nəsə yığmağa. Dediyimiz yer görmüşsən? Hamısını görmüşəm, dəqiq bilmirəm ki, haradır, yəni sahəyə nəzər salmış. Sözüm orasına gəlmir, sözüm orası gəlmir ki, 2-3 dənə zəmidir. Elə bil ki, soğanı əhmirsən də, çöl soğanı. Adi bax, həmin soğandır da. Elə bil zəmi kimi də. Oranı cəmaata nişan vermə, hamı gedir soğan gətirəcək, kök kəsiləcək. Yox, yığmaqla qutarmaz. Kök atıb da yerə. Yığırlar, dəstə yığıb, dəri hər gedən yığır. Sən bu yamaçda 2 dənə peyva sürmüşdün, hansıdır onlar? Biri odur. Üstündə çiçək odur, bunun bir qanadı qalır. Bütün müəllimlərim burada. Bir qanadın quşlar sındırmış. Bütün müəllimlərin əmək olub. Ən çox əmək olanda Ağsaqqal müəllimimiz, həm də məktəbimizin direktoru Hikmət müəllimin əməyi çox olub. Buranın hasara alınmasında, yəni o vaxt 2013-də məndim məktəb direktorda. Yəni bura sağ olsun, bütün müəllimlərin köməkliyə, texnik işlərin köməkliyə burana belə hasarlandı. Hektara yaxın bağımız var da burada, hələ də məktəbin balansında deyildi, elə boş sahə idi. Təcrübə sahəsi kimi ağaçlar əkilir. Kim də istəyir meyvələrindən də yığır aparır. Qoruq, qadağa yoxdur. Ona görə də yəni bağ salmaq, ağac əkmək bir yaxşı bir işdir də, bir xeyirxah bir işdir. Səfəri sıradan çıxmışdı, 2 il bundan əvvəl hamısını təzədən bərpa elədik. Bir də aşağıda Qızılgül kolların səndən Hikmət müəllim əkib. Mənlə Bəşir müəllim kökünlə çıxardıb gətirmişik, indi yaxşıdır. Kollarımız çox qəşəng, gözəllik verir bağa, həm də ki elə onun mürəbbəsi, Qızılgül mürəbbəsi yığanlar yerlə əhali yığırlar, mürəbbə bişirirlər. Bu akası tiglərin kənddən gətirmişəm. Burada akası Nəsirvat kəndində akası ağacı yox olur. Arı üçün yaxşıdır bu akasiya ağacı. 1, 2, 3, 4 artıq ərsə gəlib. Biri orada tam böyüyüb mağazanın arasındadır, ərsə gəlib. Çox su tələb eləmir bu? Yox, çox su tələb eləmir, yalnız sormaq lazımdır. Sizin evin altında, çayın kənarında doludur, yəqin oradan kökləyib gətirmişsən. 13 ildə məktəbimiz istifadədədir. O yan tərəfdə əkimizdə gilanar ağaçlarıdır, şaftalılardır, almuxarıdır, gilasdır. Bunlar artıq bunların barını biz görürük. Mövsümündə yığırıq, yeyirik, kimə ki lazımdır, aparır evinə.
Hülü ağaçları da dolu gətirirdi. Onların ömrü azdır. Daha köhlüyüb yerinə başqasını əkmək lazım. Hülünün şaftalını əgər əkdinsə 2 ildən sonra gərək yana birində kəsən ki, o quruyanda bu bar versin. Bu hasarları yəqin ki, dədə babalarımız burada hörüblər. Nə böyüklükdə daşlardı? 1 tonluq, 2 tonluq. Daha zəhmətli olur. İndi gələcəkdə də bizi tərifləyəcəklər. Adam getdikdən həyat texnika, elm texnika inkişaf elədikdən insanlar əl əməyindən az istifadə edir. Ona görə insanlarda da biraz Tənbəllik yaranır. Tənbəllik yaranır, cılızlaşma gedir. Etibar müəllimin qızıl günləri çəpər boyu 70 metr çəpərdir hardasa. Hər yerində qızıl gül var. Etibar müəllimin deyir, tək. Yox, sən çox əziyyət çəkdin orada. Mən kənfirsət bir üzdən köhlədim, gətirdim, sən də axşama qədər əkdin. Təşəbbüsçüsü, qızıl gül kolların əhməyin təşəbbüsçüsü Hikmət müəllim olub. Ancaq əkilməsində ən çox əmək elə mən, sən, Hikmət müəllim, bütün kollektivin əmək olub. Təşəbbüsçüsü ideyakarı Hikmət müəllim olub. Yaxşı bilir. Bax, gör peyvas nə boyda olubdu, bax. Bu il alma doludur. Keçən seyrə idi. Alma da bir il olur, bir il olmur. Hə, bu Nəsirvaz kəndi almanı çox sevir. Alma, başqa kətlərdə belə olmur. Elə yuxarı kətlər, Nürcüddür, Xurşdur. Alma sərinlikdə daha yaxşı olur. Hə, bir almada 200-300 kilo alma. Dağ kəndidir, bura sərinlik olan yerdə. Cəvizdir, almadır, bunlar sərinlik. Hə, tingimizin bax biri burada. Bunun da barı var üstündə. Keçən dəfə bura gələndə ot yox idi. İndi otdan yeriyə bilmirik. Deməli, su lazımdır, isti lazımdır. Yağış yenə başladı, tək-tək damcılar düşür. Budur, bu cırdır, yoxsa şampandır? Cırdır. Cırgirana şampandan yaxşı, dadlıdır. Yox, hərəsinin öz yeri var. Şampanın mürəbbəsi yaxşı olur. Yox, hamısında cırgirana, kompotda mürəbbəsi. Mən elə bilirəm cırdı elə bu. Daha orijinaldır. Cırgirana, görmüsən? Meyvəsi balacadır. Cırgirana. Şampan da var da, burada hardasa şampan da olmalıdır. Bu şampan olmalıdır. Şampan bilirsən nə ilə bağlıdır şampan deyirlər. Fransada bir şəhər var, Şampan. Onun adı inandı. Ayağımız islanıb, Etibar müəllim. Sən elə yaxşısan. Ayaqqabıların təzədir. Mən 10 ildir eyni ayaqqabını geyirəm. Sənin bir gün aparım, gedək Naxçıvana. Yox, mən başına təzəliyim gələk. Ayaqqabı məndən əl çəkib, mən ondan əl çəkəm. Bunu sən verək, sonra da mən alacağım da, yəni mən bəyənəcəm. Neçə ildir xatir hörməti var mənim yanımda. Heyva ağacı, bunun da heyva ağacını səhli etdik. Bu da şampan gilanların buradadır. Ya gilasdır bu? Bu gilasdır, yox. Qara gilas olmasın? Gilasdır, yox, gilas olmasın. O elmi zamanı gilas ağacı. Bu heyvanın da biliyəm ta, heyva elədir, səhli etdik. Bu heyvada bizim çəkmiş iş yoldaşımız Nazım kişinin gətirib, üstdən gətirib. Bunun yadigarıdır. Mən gətirdiklərimi niyə demirsən? Azadal alçası gətirmişdim o tərəfdə. Kollektivin hamısını verirlər. Kollektivin hamısının əməyi var. İndi Nazım müəllim burada işləmir, gedib üstə işləyir. Bura bir Amerikan cəviz əkmişdik. Şəraitə uyğunlaşamadı, cəviz balaca tinci idi. Daha da bir cəviz tinciniz orada. Hanı? Bir də orada var. Gəl hasarla belə. Gəl belə gedək, orada İslamdır. İslam marğa İslammışın yağışdan nə qorxusun? Sənsiz mən necə ged? Nəyimiz? Dağ armudda öyle qabaqlaşmış olur. Dağın qoynunda həyat varsa dağ armudu bitməlidir. Bir dənə də hülü burada. Bu necə dolu gətirmişdi onda? Demək olar ki, bağımızda çox meyvələrin nümunələri var. Çiftlərimiz, ağaçlarımız var. Ancaq bir neçəsi yoxdur. Onda bu il Allah qoysa təzəliyədir. Məsələn, armud yoxdur bağımızda. Armud odur. Dağ armudda o. Əsas şəkər armud lazımdır bura. Şəkər armud. Şəkər armud Nəsirvazda yoxdur heç. Qızıl armud deyilən sos var, sarı, qəşəng. Yayda... Hə, o hər yerdə bitir. O hər yerdə bitir. Cəviz bu deyə buradadır. Hə? Cəvizimiz buradadır. Cəviz səhibinin burada. Yarpaqlayıb, gilanlarlar da pöhrələdi. Buraları bütün pöhrə eləyəcək.
qırağa salmaq lazımdır. Burada bu cəviz. Yeri bəsdir, çox inkişaf eləyə bilməyəcək. Bu gilanlar gilanlardır. Bundan yığılmışam da, yemişəm də. Balıqda yetişəm. Bu deyim, mənim alçalarım burada. Hani? Azadalı alçası. Öz alçalarını çəkməyə gəldim də. Ha, biri də o tərəfdə. 50 dənə gətirmişdim. Hər yeri əkdik. 25-i tutub hardasa. Yox, bağımız demir açıb. Bax, hərsinə düşür. Ehtiyatlı ol, burada ilan olur. Həmişə baxırıq. Görürük, basarın üstündə durub. Hər yerdə var, olur. Milçək olur. Olub meşəlik demir. Bu tərəfdə ağaçlar daha yaxşı inkişaf eləyib. Gəl buradan qaydaq da hasardan yenək. İki dənə gilas burada, o tərəfdə alça var. Cır gilanar, yamaçlarda da nə qədər alça gilanar var. Etver müəllim, ağaçların belə ərsəyə gəlməyində bir nəfəri unuttun axı deyəsən sən. Allah verdini niyə unuttun? Yox, mən dedim, bütün kollektivi, məktəbin bütün kişini... Allah rəhmət eləsin, Allah verdi. Allah rəhmət eləsin, Allah verdi kişini. Yaxşı, gözəl insandır. Bir neçə il burada texniki işçi işlədi, bağban işlədi. Yox, mən qeyd elədim, bütün məktəb kollektivi, müəllimlik, texniki işçi hamın əməl olub. Bir nəfərin əmək sayəsində yaranmıyor. Bütün kollektivin əmək sayəsində yaranmışdır. At sahmədim, bütün texniki işçilər var. Sağ olun, hörmətli izləyicilər. Gözəl bir videonun da sonuna gəldik. Etibar müəllimlə 15 dəqiqəlik vaxtımızı, zamanımızı dəyərləndirdik. Salamat qalın.